Azərbaycan dilində belə ifadələr var. Qəlbimə toxundu. Mənə çox pis təsir etdi. Ürəyim ağrıdı. Yəni hər hansı bir söz və ya mesaj və ya hadisə sizə çox güclü emosional təsir edirsə, siz bu ifadələrdən istifadə edirsiniz. İngilis dilində bu ifadənin qarşılığı, daha doğrusu, bu ifadələrin qarşılığı hit home. Hit home idiomudur. Hit home means to affect someone deeply and personally. Məsələn, necə deyərik, onun sözləri məni çox təsirləndirdi. Yəni qəlbimə toxundu. Her words really hit me. Hit keçmişdə də hit olaraq qalır. Və ya müəllimənin məsləhəti ürəyimə toxundu. The teacher's advice hit home. Və ya ekranda gördüyünüz rəsmə aid bir cümlə deyək. When they saw their family photos, the memories hit home. Yəni onlar ailə şəkillərinə baxanda bu onların qəlbini sızlatdı, qəlbinə toxundu. Has a movie, book or speech ever hit home for you? Why?